Salam aleyküm dostlar. Bugün sizlere GTA Bakı yeni mod menü, yeni modpack necə yükləyə bilərsiniz, necə quraşdıra bilərsiniz onu göstereceğim. Bu yeni yükleme ve yeni quraşdırma versiyasıdır. Videoya keçməzdən əvvəl videonu bəyənməyi, dostlarınızla paylaşmağı və səhifəmə takip atmağı unutmayın. Başlayaq videomuza. İlk öncə bizə bir web tarayıcı lazımdır. Mən həmişə kimi yeni Google Chrome'dan istifadə edirəm. Açırsınız Google Chrome'u, bura axtarış yerinə basırsınız, yazırsınız Rüzü Pax. Baxın mən yazdığım kimi. Bunu verirsiniz axtarışa. Görürsünüz ən başda bir web saytı çıxdı. www.rüzuhaq.net. Bunu da üzerine basırsınız. Baxın burada görəcəksiniz. Başda Rüzuhaq yazıb. İstəsəniz APK-nı yükləyə bilərsiniz. Bunun içində oyun çoxdur. Hal-hazırda 3 dənə GTA bura əlavə eləmişəm. Bunlar test kimi hələ ki yoxlanılır. Əgər bunlar yəni heç bir problem çıxmasa, bütün telefonlarda rahatlıqla yükləsə, bir çox bura modlar əlavə eləyəcəm. Bunlar deməli hansı modlardır? Deməli GTA Bakı Android bütün telefonlar üçün, bu bütün telefonlara gedir. Bu 2025 Avtoş Style'dir. Bu bəzi telefonlarda gedir, bəzilərində getmir. Çünki bunun içərisində teksturasında bəzi telefonlarda gedib, bəzi telefonda getməmək kimi problemi var. Bu GTA Bakı Android 2023 versiyada. Bu da bir təzə mod menüdür. Bu da daha doğrusu modpack'dır. Hələ ki bilinmir də bu hansı telefonda necə işlədiyini bilinmir. Mən bu gün sizlərə GTA Bakı Avtoşda Style 2025'i göstereceğim. Bunun üzerine basırsınız. Buradan düşürsünüz aşağı görürsünüz Dovland APK. Basırsınız bu animasyonlu Dovland sözünün üstüne. Burada görürsünüz yazıb Bay Rüzuhaq mod menü key. Bunun da üzerine basırsınız. Buradan ilk önce telefonunuza APK'nı yüklüyorsunuz. Ben bir dəfə yükləmişəm, ikinci dəfə yükləməyəcəm. Buradan çıxırsınız geriyə. Bir də. Sonra buradan datanı yüklüyorsunuz, OBB'ni yüklüyorsunuz. Və buradan istəsəz Telegram kanalıma da qatıla bilərsiniz. Yəni hansısa bir oyun haqqında problem olarsa, girib buradan yazsaz əla olar. İndi burada da paylaşacağım. Hələ ki burada paylaşmamışam. Burada rəy yazsaz oyunda hansı problemlər var, onu görüb o problemləri aradan qaldırmağa çalışıram. Son olaraq da ziyarətləri yüklüyorsunuz. Mən yüklədiyimə görə ikinci dəfə yükləməyəcəm. Yüklədikdən sonra açırsınız. Burada lazım olan icazələri verdikten sonra düşürsünüz aşağıya. Göz burada yazıb Dovlan. Bu Dovlan sözünün üzerine basırsınız. Göz burada yüklediğimiz 3 tane fail buradadır. Bakın bak APK, data ve OBB. İlk önce APK'nı quraşdırırsınız. Bu APK'nın üzerine bastınız. Burada göz yazıldı indir. Bunu da üzerine bastınız. Buradan yükleye bastınız. Bakın burada görürsünüz belə bir səhifə gəldi. Burada görürsünüz yazıb digər ayrıntılar. Bunu da üzerine basırsınız. Burada görürsünüz yazıbdı yine de yükləyin. Bunu da üzerine basırsınız. Buradan icazə verirsiniz. APK'nı yüklüyorsunuz telefonunuza. Bunu da aç basırsınız. Aç basandan sonra sizi belə bir ekran qarşılayacaqdır. Burada deməli sistem nətər işləyir. Burada göz yazıb how to get key. Bu how to get key mən ola bilər ki növbəti zamanlarda bu key götürmə sistemini dəyişərəm, nəsə problem olarsa. Ona görə əgər açar ala bilməsiniz, buradan basan kimi video açılacaqdır. O videonu mütləq izləyin. Hal-hazırda ya basırsınız get key-yə. Bu get key üzərinə basırsınız. Sizi yönləndirəcək belə bir web sayta. Burada görürsünüz səhifə 1 yazıb. Get key-yə basırsınız. Continue'ya basırsınız. Bir de get key'e basırsınız. Bir de Continue'ya basırsınız. Və görürsünüz açar gəldi. Bu açar buradan kopyaladınız. Kopyaladınız. Qayıtdınız geriyə. Bunun üzerine burada basıb saxlayırsınız. Yapışdıra basırsınız. Və indi belə bir şey göstərəm. Əgər ki məsələn bax bura bir dənə kod əlavə eləyək məsələn. Bax loginə basanda göz yazıldı invalid key o data not loaded. Deməli bu yazılanda bilin ki şifrə dəyişilibdir. Şifrə hər 8 saatdan bir dəyişilir. Yəni bu sistemin avtomatik olduğu bir şeydir. Yəni sistem özü avtomatik olaraq 8 saatdan bir şifrəni dəyişir. Əgər siz girəndə bu belə bir şey yazılsa, demək ki şifrə yenidən götürməlisiniz. Bunun üçün də get key basmalısınız. Daha azda kod 1 2 3 4 5 6 bunun login basırsınız. Buradan open setting'e basırsınız. Buradan düşürsünüz aşağıya göz yazıb Getaza. Bunu da bura bastınız. Buradan digər uygulama üzərində göstər. İcazə verdiniz. Çıxdınız geriyə. Bir də geriyə.
Bax buradan OK'ye bastınız. Buradan yine icazəni verdiniz, çıxdınız geriyə. Buradan basırsınız loginə. Burada biraz dayanacaqdır, 1-2 saniyə kimi. Buradan izin verirsiniz. Buradan exit verirsiniz, çıxırsınız çölə. Qayıdırsınız geriyə. Yeni qayıdırsınız yarxı verə. Ondan sonra bax OBB-ni görürsünüzmü? OBB-nin üzərinə basırsınız. Buradan görüntüləyə bastınız. Bunun com.rockstargames.getaza bunun üzərinə basıb saxlayırsınız. Aşağıdan kopyalaya basırsınız, çıxırsınız geriyə. Gəlirsiniz yuxarıya və göz yazıb Android Unprotect. Bunu da üzərinə basırsınız. Göz yazıb OBB. Bunu da bura bastınız. Görürsünüz bu sağ tərəfdə yapışdır düyməsi var. Bura basırsınız. OBB-ni buraya yapışdırırsınız. Gözləyin ki burada tam olaraq OBB buraya yəni kopyalansın. Bu başarıyla bura kopyalandıktan sonra çıxırsınız geriyə. Bir də geriyə qayıdırsınız yenə Dovland bölməsinə. Buradan da görürsünüz GTA Baku Avtostay 2025. Bunu da üzərinə bastınız. Görüntüləyə bastınız. Bir də buradan bastınız. Görürsünüz yazılı com.rockstargames.getaza. Bunu da üzərinə basıb saxlayırsınız. Buradan kopyalaya basırsınız. Çıxırsınız bir də geriyə. Bu ox işarəsindən bastınız. Yenə gəldiniz Android Unprotect-ə bastınız. Buradan dataya bastınız. Buradan sağ tərəfdən yenə yapışdıra bastınız. Gözləyirsiniz. Baxın burada tüm dosyaları uygula. Baxın buranın quşunu mütləq aktiv eləməlisiniz. Bunun quşunu aktiv edəndən sonra burada yazıb değiştir. Değiştirə də basırsınız. Gözləyirsiniz datada bura tam olaraq kopyalansın. Bu da bura tam kopyalandan sonra qayıdırsınız menyuya. Açırsınız APK-nı. APK-nın üzerine bastınız. Görürsünüz şifre hazır durur orada. Bastınız, açıldı. Demək oyun açılsın. Mən bu mod menüyündə izah edeyim. Maşını necə seçə bilərsiniz, necə edə bilərsiniz. Buradan bastınız offline-a. Birinci mən oyunun səsini təmiz kəsim. Buradan istəsəz ayarları yenə dəyişə bilərsiniz. Yəni qrafikanı dəyişə bilərsiniz. Mən maksimum qoyuram. Siz özünüz necə istəsəz dəyişə bilərsiniz. Buradan da çıxdıq geri, resume. Baxın, burada bu mod menüyü yəqin ki görürsünüz. Bu mod menüdə məsələn burada görürsünüz game yazılıbdır. Məsələn weapon yazılıbdır. Bu game oyundur. Weapon silahlardır və elə şeydir, maşına aid olan şeylərdir. Telegram, buradan istəsəz Telegrama tıklayıb mənim Telegram kanalıma buradan da qoşula bilərsiniz. Buradan çıxaq, qaydıq oyuna. Və son olaraq da settingdir. Bu settingdə istəsəz menyu ikonunuz adını biraz böyüdə, balacalaşdıra, özünüzə uyğun da, yəni əlinizə uyğun edə bilərsiniz. Burada playerdə məsələn immortal cansızdır, ölümsüz olursunuz, yəni ölmürsən. Məsələn high jump verəndə hündürə tullanmadır. Ondan sonra skin dəyişə bilərsiniz, karakterin şeylərini dəyişə bilərsiniz. Game'də məsələn zaman dilimini və bu çox əlləşdirməyin, bu oyundan atma problemi yaradır. Buradan istəsəz həmişə belə deyək, günəşli hava, yağışlı hava və digər hava rejimlərini qoya bilərsiniz. Bu Wanted App narüşeni artıran, digər narüşeni azaldan, jetpack belində belə bir şey. Ondan sonra Hesoyam Can, always not wanted, yəni heç bir zaman sizi polis axtarmır. Keçək silahlar bölümünə. Silahlar bölümündə infinity ammo, sonsuz silahdır, güllədir, bir gülləyə öldürmədir, belə şeylərdir. Bu da selektor var, onu da üzərinə 2 dəfə basıb. Burada dəyişəndə menünü həmişə 2 dəfə üzərinə tıklayın. Buradan da hansı silahı istəsəz seçə bilərsiniz. Bu niyə getdi belə? Burada sağ tərəfdə aşağı yuxarı elmə bölünməsi var. Buradan hansı silahı istəsəz seçə bilərsiniz, fərqi yoxdur. Öz burada nə istəsəz seçə bilirsiniz. Bunun da burada sağ tərəfdə balaca bir yeri var. Buradan basıb istədiyiniz qədər böyüdə və yaxud da balacalaşdıra bilərsiniz. Sonra keçək vehilə bölünməsinə. Buradan böyle yazıb drive on water. Yəni bu suda üzmə rejimidir. Bu da tank rejimidir. Bu çox elə bir işə yarayan bir şey deyil. Burada görürsünüz 400 yazıb. Qabağında plus minus işarəsi var. Bu
400-dən aşağı maşınlar yoxdur. Yəni boşdur. 400 məsələn deyək ki, şey götürmək istəyirsiniz. 07-dən 405-ə basırsınız. 405-i gətirirsiniz. Ondan sonra spawn verəndə maşın düşür. Məsələn mən maşına minim. Məsəl üçün bunun arxa təkərləri də əyri olur bax. Yaxından göstərim. Baxın bu təkərlər əyridir. Bunu necə düzəldə bilərsiniz? Yine açırsınız mod menüsünü. Bak burada Vehili Upgrades yazılıb. Bura basırsınız. Bak Stereo and Hydraulics yazılıb. Onun üzerine basıp buradan hidravliki seçirsiniz. O dəqiqə maşın təkəri düzəlir. Pürüzə əlavə necə pedok verə bilərsiniz onu da göstərim. Bak burada maşın qabağı işarəsi qalır. Bunun da üzerine basırsınız. Quful işarəsi düşdü. Bunun üzerine basıp saxlayıb sürüşdürürsünüz yuxarı görürsünüz. Qalxdı elə də qaldı. Oldu əlavədən pedok. İndi bunun təkərləri necə dəyişə bilərsiniz onu da göstərim. Yine açdınız menünü. Burada Vehiles yazdı. Wheels. Onun üzerine basırsınız. Düşürsünüz aşağıya ve bunu sürüştürürsünüz. Burada ne hansı təkər istəsə seçə bilərsiniz. Fərqi yoxdur. Məsələn, klassik, switcher, neyse fərqi yoxdur. Son olarak da nitrodur. Yəni bastınız. Burada məsələn maşına əlavədən 10x nitro verib sürə bilərsiniz. Videomuz bu kadar idi dostlar. Hansısa bir çətinliğiniz olsa yine Telegram'a yazın və ya da videonun altına yazmağı unutmayın. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.